Dostlar, bir dənə bura baxın, bura baxın. Düşüşə baxın. 4236. Mən nə demişəm? Qoyduğum nöqtələrdə 10-20 pips arası fərq var. İndi qiymət neçədir? 4260. Gör haralardan düşüş gəlib, haralardan düşüş gəlib. İndi görəcəksiniz haralardan düşüş gəlib. Tarixə baxın, tarixə. Baxın da, 9.06.2026. Saatdaki bizim vaxtını, bax saatda trading video gözü. Onu görmə vecmədə Asiya sessiyası hara getdi. Bax. İndi bu nədir? 24 may 2026 analiz olunmuşdu. Nə qədər idi? 16 dənə toçka idi. Hal-hazırda qiymət haradaydı? 4509'da idi. 1 toçka, 2 toçka, 3 toçka. Görə neçəsi tutacaq? Gəlin deyin də qrafiki çəkmirsən, arxaya işləyirsən. Bax. 4234-28. Nə qədər? Gəlin buradan 4200. 200 bir dəqiqə bunu yazacağım. Bax. 4234,28. Düzdürmü? 28. Nə qədər fərq var? 20 pipsə yaxın. Nə qədər qalxış getdi? Bax, işarə dururdu burada. Bax, 4267. Nə qədər pips elədi? Bax, 4260. Qiymət hardan düşüşə verib aşağı? 4260'a. 4509'dan düşə. Düşüb qalxıb, gəlib baba. 1, 2, 3. 3 dənə quşumuz var. Nə qədərdir? 14 dənədir. 14 dənədən bu maksimum nöqtəni çəkirəm. Maksimum nöqtə bizə lazımdır. Ay neçəsidir? 24 may. Videoda çəkib paylaşmışdım. Görənlər görüb köynələr. Gördünüz?